Salam, hər vaxtınız xeyir olsun dəyərli dostlarım. İnsülin direnci artıq 6 yaşından hər bir insanı, yəni belə deyim də, öz ağuşuna alıbdır. Vaxt var idi, həkimlər deyirdilər ki, 45 üstü, 40 üstü yaş dövründə insülin direncindən insanlar ehtiyat eləsin. Amma bugün artıq elə deyil. Bugün həkimlər hətta deyirlər ki, 18 yaş üstü tələbələr, gənclər ehtiyat eləsin. Amma elə deyil. 6 yaş üstü kimin uşağı fast food, şirin qazlı içkilər, çipsin, dönər, nə bilim lahmacun, abur-cubur, hot dog, yəni çoxların adını bilmirəm, tanımıram deyə adını bilmirəm. Yəni bildiyimiz fast food yeyirsə, ağ çörək, hətta mən sizə deyim ki, mağazada bulku o çörəyin arasındakı pendir, nə bilim, kalbasa qoymaq üçün belə balaca bulkular satırlar. İnanın ki, biri 10 qəpiyə, 12 qəpiyə, belə hətta topdan satış kimi də satırlar 1 manata. Yəni bu nə deməkdir? Bu o deməkdir ki, ay əziz valideynlər, sizin övladlarınız fast food yeyir. O süni ağ çörək, onlar ağun deyil, onlar hamısı kimyəvi tərkibdir. Bugün mağazadakı, satışdakı çörəyin tərkibləri nə cür keyfiyyətsizdirsə, tərkibi sürətləndirici duruş, kleykovina, nə bilim əhəng, hər cür şeylər qatıblar. Hətta özləri də etiraf etdi ki, donuz tükünə qədər qatıblar ki, çörək gec xarab olsun. Amma yəni bu böyük bir təhlükədir. Kimin uşağı, kim böyük, yaşda olan insanlar, kim ki çörəyi yeyib köpürsə, bilsin ki, o çörək onları məhv eləyəcək. Zaten bugün Azərbaycanda çörək və su, bu iki şey insanların xəstəliyini kəskinləşdirməkdə davam edir. Amma sözüm buradan valideynlərədir. Az yaşlı şagirdlərin anasınadır ki, insülin direnci 10, 12, 16, 14, 8 yaş uşaqlar. Məsələn, mən baxıram ki, bax sizə bugün təqdim elədiyim çörək, bu boz çörəkdir. Ağ unla qara unun qarışığı. Dəyərli insanlar, biz bu çörəyi uşaqlar üçün hazırlamışıq. Düzdür, bizdə məsələn elə adamlar var ki, fitnesə gedirlər, xanımlar da. Deyir ki, biz bu çörəklə arıqlayırıq. Amma bizim bu çörəyi yaratmaqda məqsədimiz uşaqlaradır. Çoxdara, məsələn, uşağın ağzı deyir ki, yox, mən bəyənmirəm çoxdarı, qara buğda ununu, dəyirman ununu bəyənmir, mən başa düşürəm. Elə bu dəqiqə elə yaşlı insanlar var ki, deyir, bizim ağız dadımıza uyğun deyil, ay bala, biz artıq Bakıda yaşayırıq, öyrəşik. Amma elə insanlar da var ki, gəlir çoxdarı çörəyini, buğda çörəyini belə bağrına basaraq, 100 dəfə bizə təşəkkür eləyərək aparır ki, ay qızım, nə yaxşı ki, sizin bu çörəyi bişirib bizə verirsiniz. Yəni bu keyfiyyətdə biz hələ Azərbaycanda çörək görməmişik. Onlar başqa bir tərəfə, mən onları başa düşürəm. Onlar keçmiş dövrdə o çörəklə yaşayıblar, indi o çörəyin dəyərini bilirlər. Amma mənim sözüm analaradır. Məsələn, mən hələ bugünə kimi, deməli, bu çörəyi alan 2-3 valideyn olur, o da uşağında insülin direnci var. Biri 12 yaşdadır, biri 8 yaşdadır, biri 11 yaşdadır. İnsülin direnci var uşağında, ona görə gəlir alır. Amma mən hələ bir dənə sağlam insan görmədim ki, gəlib uşaqlarına insülin direncindən tutulmamaqdan ötürü, keyfiyyətli çörək yemək üçün bu çörəyi alıb aparsın. Yəni dediyim nədir? Ehtiyatlı olun insülin direnci olan valideynlər. Gəlin, bu çörəkdən sizə mütləq lazımdır. Yəni uşaqlarınızı mağazadakı o ağ çörəklər, hətta mağazada satılan o qara çörəklər adı ilə altında satılan qara çörəklər var. İnanın ki, çörək şirkətlərindən çıxan adamlar deyirlər ki, qara çörək bişirmək üçün bizə qara palçıq kimi bir şey verirlər. Ona su qatırıq, ağ un qatırıq, olur qara çörək. Yəni bunun karmasını zaten o insanlar yaşayacaqlar. Amma siz özünüzü qoruyun. Bir də bunu deyim ki, insülin direnci yaşayan insanlar mütləq çörəyi həyatından çıxartmalı, arıqlamağa başlamalı. Yəni məlumatınız olsun ki, həmin insanın qaraciyərində piylənmə var. Və əgər o qız uşağıdırsa, onun menstruasiyası da başlayacaq. 1 ay normal, 2-ci, 3-cü ay olmayacaq, 3-4, yəni indidən analar, yəni əlbəttə ki, oğlanlarımızı da qorumalıyıq, amma gələcəyin analarına indiki, yəni körpə uşaqlarınıza diqqət eləyin. Bunun üçün mütləq D3, K2 vitamini lazımdır sizə. Bunu da yenə də dönə-dönə vurğulayıram.
Çörəyin üzərində yox, qatıqda yox, məhz yağla içəcəksiniz. Səhər yeməyindən 1 saat sonra. Mən bunları dedikcə yazın özünüzə, qeyd eləyin. İkinci, sizə maqnezium lazımdır, selen lazımdır, 2 ədəd Braziliya qozu yeyə bilərsiniz, kalsium lazımdır, bir də sink lazımdır, balqabaq toxumu. Əgər bunları vitamin şəklində güvəndiyiniz şirkət varsa, oradan qəbul edin. Yox, əgər güvəndiyiniz şirkət yoxdursa, təbii qəbul edin. Məsələn, küncütü mən sizə yaxında göstərəcəm, özünüz tahin hazırlayın. Küncüt bu böyük bir kalsiumdur. Sink balqabaq toxumudur, 1 ovuc balqabaq toxumu. Selen də 2 ədəd Braziliya qozudur. Bundan əlavə, siz mütləq omega 3 yağı da içməlisiniz. Əgər keyfiyyətli omega tapmırsınızsa, o zaman kətan toxumu yağı, chia toxumu yağı özünüz çəkdirib içə bilərsiniz. Bax, bu şeylərə mütləq diqqət eləyin ki, həmin uşaqda çəki azalmağa başlasın. Əgər çəkini artıra gedəcəksinizsə, uşağın ödü, bağırsağı, qaraciyəri öz funksiyasını dəyişəcək. Yəni, funksiyası pozulacaq. Bunun üçün də, bundan sonra da bütün xəstəlikləri baş qaldıracaq. Və məcbur olacaqsınız, öd əməliyyatına girəcəksiniz. Nə bilim, qəbizlik problemi üçün dərmanlar içəcəksiniz. Müəyyən xəstəliklər baş qaldır, şəkər, yəni pankreatit, hər şey, mədə-altı bəz öz funksiyasını itiriləndən sonra insan artıq yarımcan olur. Ona görə diqqətli olun, ehtiyatlı olun. Bax, mən sizə bu balatı çörəyini təqdim etdim. Bu seyri çörəkdir, yəni boz çörəkdir, balatı çörəkdir. Biz bunu Qızıl Əhmədi almasının balatısında, Himalay duzunda və bulaq suyunda hazırlayırıq ki, bunların da keyfiyyətinə, yəni artıq bizim müştərilərimiz, yəni deyirəm də, yəni sağlam adam çörək almır, ancaq xəstə adamlar alır və onlar da şükür Allaha ki, bizim çörəkdən razıdırlar. Yəni, şükür Allaha ki, vicdanımızı itirməmişik ki, kiminsə karmasına girək. Allah köməyiniz olsun, sağ olun, salamat qalın.